Bismillahirrahmanirrahim və bihi nəstə'in. Əziz Peyğəmbərimiz buyurur ki, Yevm-i Qədirxum min əfzalu min əyadi ümməti. Buyurur, Qədirxum bayramı mənim ümmətimin ən üstün, fəzilətli bayramlarından biridir. Belə ki, bu bayramın, bu günün mühüm əməllərindən biri də müminlərə təam verməlidən ibarətdir. Savablı olan işlərdən biri. İmam Sadiq əleyhissalam buyurur ki, Mən ət'amə fihi mu'minən kəənnəmə ət'amə kəmi'il ənbiyəi və sıddiqin. Buyurur ki, İmam Sadiq əleyhissalam, Qədirxum bayramı bu bir gündür ki, bu günün özəlliyi budur ki, hər kim bu günü, Qədirxum bayramı günü bir müminə təam verərsə, yemək verərsə, bizim Loradildə bir konfet belə verərsə, bir qida verərsə, əgər bir yemək verərsə, sanki o bütün peyğəmbərlərə və siddiqlərə yemək veribdir. Yəni bir müminə Qədirxum bayramı günü, o bayram günü niyyəti ilə təam verərsə, bir şirini verərsə, sanki bütün peyğəmbərlərə və siddiq mümin şəxslərə sanki təam yemək veribdir. Bu hədisdən bu başa düşülür ki, bugünkü gün, bu bayram günü bir əzəmətli gündür. Çünki bu günləri Allah Mütəalın, Peyğəmbərin vasitəsi ilə imamətin, canişinin təyin olunduğu bir gündür ki, bu günləri bir müminə təam verməli, sanki bərabərdir bütün Peyğəmbərə və siddiqlərə təam və yemək verilməyə bərabərdir.